Ana bu ne fırtınadır. Herkese salam. Yeni bir vlogumuza hoş geldiniz hanımlar. Ne inirsiniz, ne var, ne yok, halınız, əhvalınız, keyfiniz. Danışmayalı, görüşmeyeli. İnşallah yaxşısınız. Biz de çok şükür yaxşıyıq. Bugün hava bizdə özünü göstərdi. Külək əsməyə başlayıbdı. O tərəfdən qara bulut gəlir. Birazdan ürəyimiz istəyən kimi qəşəng dolu yağış yağacaq. Amma bu tərəf hələ günəşli məhləsidir. Orta yeldir, bu tərəf bulutludur. Bugün nə iş görmək istirdim bilirsinizmi? Qollarımı kərməyib, pəncərələrimi yumək istirdim. Təzədən geri açası oldum. Çünki mən hər dəfə planlayanda ki, pəncərələr yum, təmizləyim. Gün belə olur. Yağışlı, bulutlu, küləkli. Pəncərələrimin kirini nətər bilirsinizmi? Çöl tərəfindən nədənsə görünmür kamerada. Görünmür, vallah görünmür. Çöl tərəfindən yağışın damcıları var, amma görünmür, görə bilmirsiniz. Elə də çox çirkli görünmür, onu da deyim. Prosta yağış damcıları var deyə təmizləmək istirdim. Belə günümüzə başladıq. İndi istəyirəm gedəm bir balaca alış-veriş edəcəm. Çünki təkəm evdə, uşaqlar məktəbdədir. Yağış yağacaq deyə, yağışına qalmayayım deyə geyim, alım gəlim. Bugün cuma günüdür qızlar. Allah hər birimizin cumasını qəbul eləsin. Necə gözəl cumalar keçirməyi. Hər birimizə Allah çox görməsin. Hər zaman dediyim kimi süfrələrimizdən bərəkət, evimizdən huzur, ailəmizdən sağlıq, əksi olmasın. Hə Melis? Amin. Hə Melis? Melis? Gedək mi? Gəlməsən mən gəl. Dəhşət göy gurullamaya başladı. Bacınız getsin, alış-verişini etsin, gəlsin. Şimşək çaxır elə belə də yox. Uşaqların zontiki də yoxdur. Bilmirəm nə arayacaq. Hə qız gəlmə, maşınatda qalarsan. Gərək ki qarşılarına gedəsi olan. Qarşılarına gedəsi olan gərək ki. Çox maşın gəldi ay Allah. Hər dəfə mən buradan gəlib gəldikcə qızlar, bu vişna var, mən sizə göstərirəm bu bax, indi görün. Elə bax, belə dolaşa-dolaşa gedirik. Görə yarpaqların arasından. Göyün gürültüsü, buludu. Uçurub dağıdacaq buraları birazdan. Allah uzaq etsin. Burada da var qoz ağacı. Bax, bundan da yığa bilərəm mən. Yığıb, xaladenikdə saxlayıb, 16 gün udaram. Xeyri var. Nərgiz yeldən tufandan qaçırdı, tutuldu yerə tufana. Ana bu nə fırtınadır. Ana gəlir. Biraz tez-tez getmək lazımdır. Yağışdan qorunduğum idi güya. Böyük danışmaq lazım deyilmiş. Allah betərindən qorusun. Tez çatdım. Bir ayaq tez çatdım. Gec çıxsaydım bu yağışın altında qalasıyanmış. Üstümü başıma dəyişməyə gəldim. Gördüm artdı. Ən sevdiyim yağışa baxa-baxa çayın keyfini çıxartmaq. Yaxşı ki, əlimən vurmamışam. Baxın, pəncərəyə baxın, yenə yağış, nə günə qoydu. İntihası yalancı yağışdır, əşi bu ötüb keçəcək. O tərəfdə gündür. Bu tərəf bulutludur. Çayım için. Yağış dayanmasa məktəbə gedəsiyəm. Yalancı yağış idi yağanda. Amma yenə xarıldayıb, gürüldayır. Uşaqlar gəldi. Yağış dayandı. Yəni istədim ki, gedim. Daha dayandı deyə getmədim. Mən də daha yemək hazırlamaya başladım. İndi kartuşkanı qızardacağım. Ondan sonra əcəb sandalı bişirəcəm. Amma yemək var. Üstlərini, başlarını dəyişsinlər. Yemək koyacağım, yesinlər. Alixan, biraz al çay koy oğlum. Ha, kimdir?
Üstünüz başınızı dəyişin. Hani dəyişmişik. Dəyişdiniz mi siz? Malades. Əllərinizi yuyun, indi yemək verin. Deyəsən, möhkəm yağış yağırmış, nə? Görmədim də məktəbdə. Məktəbdə burası blokat üçün olmuşdu, değil mi? Yenə gəlir yağış xarıldayıb, yorundayıb. Elə bir səs gəlmişdi, xanım. Qorxmuşdunuz mu? Qorxmadıq, prost biz deyirdik, biz nə tərəyə gedək. Can, sizi heç qoyaram mən orada. Özüm gələcəkdim balam. Hani? Axı əyləndik ya. Hani? Mama gələcəkdi yanınıza. Gedin stolda oturun. Mən yemək götürürəm. Bunu hazırladım. Bunu da ki indi astım. Yağ ərinməmiş kərə yağı vurdum. Burada da biraz kirlilərim yığılıb. Bu da çöl. Yenə yağış yağır. Yenə yağışlı bir günümüz var, amma o tərəfdən açılır. Bu tərəf bulutludur. Dəsmallarım çay ləkəsi olubdu. Bayaq uşaqlar çay caladı süfrəyə. Onu da sildim, belə ləkələndi. Mən də xolora qoyuram, açılsın. Bunu da qoyaq, bu da açılsın. Bir stəkan çay da qoyaq. Yeməyimizi yedik. Çayımızı içməmişik. Qazın üstü də kirlidir. Yemək pişəndən sonra təmizləməmişim. O işə birazdan baxacağım. Gülümün artıq gülü vaxtı keçir. Yaşıllaşır. Baxın belə. Bunda da bir dənə gül var. Bunda da bir dənə gül var. Bunu yarpağı biraz sarı kimi idi. O güncə qoymuşdum deyə. Gedək indi. Bayaq yağış çırpıb yağanda pəncərələri bağlamışdım. İndi açaq. Atoplenalarımızı yandırıb bizim xəzinimiz üşüyərik deyə birdən biz. Buralar belədir. Bu şkafın ağzını hələ pərdə örtəcəm dedim, örtməmişəm. Paltarları ilə qatlayıb yığırıq. Burada da uşaqlar. Oğlum, get sən öz otağınızın pəncərəsini aç yine. Aç qoy, biraz hava işləsin. Burada bizim. Pəncərəni də açım. Sitkasını yumuşam. Bu su güllərimin suyudur qızlar. Burada saxlayıram onu. Yoxsa yadımdan çıxır. Gülləri sulamaq.
Nə qəşəng hava gəlir. Bu da burada dursun, örtülməsin. Bu gülləri yoxsa sulamaq yadımdan çıxır. Belə qalsın. Səhər ertə gün vurmalıdır bunlara. Alixan. Alixan. Alixan, hara gedirəm, oraya gəlirsən. Ha, mamasının gülü. Paşasısanmı, gülüsənmi? Gülüsənmi? Çay içirsənmi? Gəl gedək. Gəl gedək, çay verim sənə. Gəl. Işığı söndür, bax. Işığı söndür, yaxşı mı? Allah qoysa, buraya bir yataq alarıq. Hə? Hə, də rahat yatırsın. Ama siz de bize de... Hə, baba. Çayımız qaynasın, çayımızı da içək. Bunları da bayaq suya qoymuşam. Baxın, nə də gözəl ağardılar. Yuyum. Maçalkam da təmiz oldu. Mikrobuza varsa da öldü, getdi. Bunları yuyum çıxardım mən. Sağlam. Səhərdən oturub çayımı içə-içə sizlərdən gələn o xoş, o gözəl yorumları oxuyurdum bacılar. İnanın ki, Allaha nə qədər şükür etsəm azdır. Sizi kimi insanlarla göz-gözə, üz-üzə gələ bilməsəm də ünsiyyət qurmağıma çox şükür edirəm. Nə qədər gözəl anamız, bibimiz, xalamız, bacılarımız var. Nə qədər gözəl qadınlarımız var bizim. Təmiz ürəkli, təmiz qəlbli. O qədər xoş yorumlar yazırsınız ki, gerçəkdən, həqiqətən məni çox sevindirmiş olursunuz. Mənə çox dəstək olmuş olursunuz. Mənə güc, enerji vermiş olursunuz. Sizin o gözəl yorumlarınızın sayəsində mən heç cürə YouTube-dan getmərəm. Bu mənim işimdir, peşəmdir. Mən də bu işi sevərək edirəm. Çünki həqiqətən də sevərək başlamışam. Elə də davam edirəm. Sizin o gözəl yorumlarınızı oxuduqca daha da güclənirəm. Daha da enerjili oluram. Bəzən olur, mənfi rəy yazanlar da olsun, fikir yoxdur. Canları sağ olsun. Allah ürəklərinə insaf versin birinci. İkinci də fikirlərini yazırlar o insanlarda. Onların fikirlərinə də sayğı göstərmək lazımdır. Ara-ara videolarımda kövrələn günüm olub, durğun günüm olubdur. Nəsə hiss etdirmişəm sizlərə. İnanın ki, izləyicilərimlə ilgili deyil. Burada kimlərdənsə nəsə də belə ağır zərbə görsəm, ailəv içində yox, kənarlardan, qol budaqdan, onlar videoma yansıtdır. Bunun üçün də sizlərdən üzr istəyirəm. İnanın ki, daha belə enerjili videolar çəkməyə çalışacağım sizin üçün. Maraqlı videolar çəkməyə çalışacağım. Bu dırnaq arası olan insanlar da yazır, yazsınlar, canları sağ olsun, fikir yoxdur. Bilmirəm, fikir verirsinizmi? Axır vaxt mən heç bir rəyi silmirəm. Mənfi yazanın rəyi də durur, mənə dəstək olanın rəyləri də durur.
Bəzi bacılarımız var, onları da lap çox sevirəm. Belə dümdüz sözlərini deyirlər. Həqiqətən çox sevirəm. İnsana dümdüz sözünü deyir, pis fikirlə yox, yaxşı fikirlə deyir. Amma belə bunu belə etməsən, belə etsən yaxşı olar bacı. Bax, belə deyəndə insan incimir, qırılmır, küsmür. Belə mən də oturub fikirləşirim, həqiqətən də düz deyir. O bir atalar sözü var, axıl yaşda deyil, başdadır. Həqiqətən bu çox doğrudur. İndi məndən kiçiklər də ola bilər, məndən böyüklər də ola bilər. Mənim bilmədiklərim də olur. Siz yazırsınız, biz belə edirik. Məsələn, o yeməyi belə bişiririk. Bir dəfə sizin dediyiniz kimi bişirirəm, bir dəfə öz dədə-baba usulundan edirəm. Həqiqətən də siz dediyiniz kimlər də çox gözəldir. Dada dad qatmış olur, fərqli yemək formasında alınmış olur. Həqiqətən deyirəm, bax, inanın ki, təmiz qəlbimlə deyirəm. Allah o gözəl ürəyinizə görə versin, bacılar. Samolyot keçəndə heç cürə danışa bilmirəm, çox gürültülü olur. Allah hər kəsə də rahat qonmaq nəsib etsin. Orada neçə nəfər can daşıyır. Nəysə, günümüz belə keçdi, yağışlı başladı, yağmurlu keçdi. İndi göyün üzü açılmaq istəyir, yarı buludludur. Yenə yağacaq, yağmayacaq bilmirik. İnşallah hər şeyin ən yaxşısı olar. Sizin üçün də, bizim üçün də. Allah hər kəsə ən yaxşısını nəsib etsin. Çayımı içdim, qutardım. Görüm ondan sonra qurtdalanacağım. Nə iş görsəm, nə görməsəm sizlər üçün çəkərəm. Çəkə bilsəm, davamlı çəkərəm, çəkə bilməsəm, buralarda sonlandıraram. Hələ tam bilmirəm, inanın ki. Çəksəm daha yaxşı olar. Belə canlar. Mənim əzizlərim, belə özünüzə yaxşı baxın, dəyər verin. Bir qadın olaraq deyirəm, siz də özünüzə dəyər verin. Çünki hər insanın çətinliyi olur. Hər insan sınaqdan keçir. Allah insanı imtihanına çəkir. Görün, bu mənim ən sevdiyim səbri bilirlərmi? Öyrəniblərmi? Səbir etdirir. Ən sonunda ən yaxşısını verir. Allah hər birimizin gələcəyimizi xeyirli gələcəklərdən etmiş olsun. Ürəyimizdə arzularımıza çatdırmış olsun. Bir bacı da var, mənim izləyicimdir, bunu da demək istəyirəm. Topluq duası həqiqətən keçərli bir duadır. Hər ağızdan bir xoş dua çıxır. 10 ildən çoxdur deyəsən, səhv etmirəmsə, körpəsi olmur. Evlad sahibi olmaq istəyir. Bacı, mənə dua edərsinizmi deyir. İnanın ki, edirəm. Kimin evladı yoxdur? Allah evladla sınağa çəkməsin. Allah evladla sevindirsin. Qucağına bir gözəl körpə versin. Ürəyi istəyən kimi ailəsi olmuş olsun. İnşallah. O gözəl bacılarımıza da evlad arzulayıram. Hər şey inşallah yaxşı olar. Belə bacılarım. Deyəsən çox danışdım. Həqiqətən də uzun danışdım. Elə burada sonlandırım. Artıq gecdir. Sabah yeni vlogumuzda görüşərik inşallah. Allah o gözəl ürəyinizə görə versin. Yenə çənəm düşdü mənim. Bəzən enerjili olanda belə çənəm düşür. Sağ olun, sağlıqla qalın. Allah'a əmanət olun.